İzləyicilər bir daha salamlayırıq. Haqqı boynumuzda olan, bu gün rahat, sərbəst, azadlığımız uğrunda canlarından keçən şəhidlərə borcludur. O şəhidlərdir ki, sürəyli bayrağımızın dalğalanması və rahat sərbəstliyimizi bizlərə yaşatdılar, özləri geri dönmədilər. Ruhu qarşısında baş əyir. Hal-hazırda 4 nömrəli orta məktəbə gəlmişik. Dünən müəllimlər günü olduğu üçün biz bazar gününə düşdüyü üçün bu gün o günü əvəz edərək müəllimlər günü münasibətilə təbrik etməyə gəlmişik. Sağ ol. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. 4 nömrə orta məktəbində bugün şəhidlərimizin şəkilləri. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. 4 nömrə orta məktəbində qəhrəman şəhidlərimizin şəkillərindən bəzədir. Azərbaycan milli qəhrəmanları. Başladım. Əziz dəyərli izləyicilər, bir daha salamlayırıq. Bugün Biləsuvar rayonu 4 nömrə orta məktəbindəyik. İlk öncə Biləsuvar rayonu 4 nömrə orta məktəbinin direktoru Elşən müəllim, müavini Aydan müəllim sizləri salamlayırıq və burada müəllimələr sizləri salamlayırıq. Müəllim kollektivlə salamlayırıq ki, ona görə bugün bizlərin boynumuzda haqqı olan, başımızın tacı olan, hər zaman yanlarında məzarlarını ziyarət etdiyimiz şəhidlərin ruhu qarşısında baş əyirik. Çünki o şəhidlər bizlər üçün, xalqımız üçün canlarından keçdilər. Təki vətən deyib, vətəni seçərək, öz arzularını yarımçıq qoyaraq vətən uğrunda canlarından keçdilər. Bugün də o şəhidlər, o qazilər, o veteranlar bugün bax bu məktəbdə təhsil alaraq, vətənpərvər ruhu ilə böyüyərək, vətəni sevərək, vətən uğrunda canlarından keçdilər. Bugün də özümüzə borcludur. Dünənləri müəllim və müəllimələr günüydü. Günə bazar günü olduğu üçün günü əvəz edərək, birinci gün gəldik ki, Elşən müəllim, Aydan müəllim və bütün müəllim kollektivinin yanında olan şəhidlərimizin valideynləri adından, veteran qazilərimiz adından, hərbiçilərimiz adından bir dənə tort pişirilir. Bu tortu da pişirib bizə dəstək olan qardaşımıza da Allah can sağlığı versin, ruhusunə bərəkət versin, edib gələk sizlərin yanında olan. Çünki şəhidlər, qazilər, veteranlar haqqı boynunuzda olduğu kimi siz müəllimələrin və müəllimlərin də haqqı boynunuzdadır. Çünki 6 yaşında gəlirik məktəbə, əllərimizdən tutaraq hərf yazmaq və hərfləri öyrədərək təhsil alırıq sizlərdən. Biz sizlərə də təşəkkür edirik, var olasan deyirik. Bir daha müəllimlər günü münasibətilə sizlərin hamımızı təbrik edirik, var olasan deyirik. İstərdik ki, elə məktəbin direktoru Elşən müəllimlə bir işlərini versin. Buyurun. Sağ olun, təşəkkür edirəm sizə ümumiyyətlə müəllimlərimizin haqqında belə mükəmməl, yüksək səviyyəli fikirlərə görə. Biz cəmiyyət olaraq həmişə dərk edilməliyik ki, bütün hər şeyə rəvac verən, insanların yetişməsində əmək göstərən, zəhmət çəkən hər zaman müəllimlərdir. Allah Teala bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərimiz də bir müəllimdir, cəmiyyət üçün bir müəllimdir, həqiqətən sözün əsl mənasında bir müəllimdir. Çünki bütün dünyaya onlar göstərdilər ki, vətəni sevmək necə olur, vətəni qorumaq necə olur, vətəni müdafiə etmək necə olur. Bütün şəhid analarının, şəhid valideynlərin qarşısında baş əyirik. Qazilərə can sağlığı deyirik. Təşəkkür edirik ki, siz də başda olmaqla, bütün təşkilatçılara təşəkkür edirik ki, bu müəllim günündə bizləri yad etmişsiniz, gəlmişsiniz. Bizlər də sizi sevinc hissi ilə qarşılayırıq, təşəkkürümüzü bildiririk. Bütün şəhid valideynlərini, övladlarını, hamısına canlı sağlamlıq dilirik. Onlar bizim baş tacımızdılar, həqiqətən də biz nə qədər elə bir məsuliyyətdə adı daşısaq da, şəhid analarına, şəhid atalarına, şəhidlərin özlərinə, qazilərimizə borcumuz çoxdur. Baxmayaraq ki, bütün müəllimlər şagirdlərinə, məzunlarına hər zaman ilk öncə öyrətdikləri vətən ana kəlməsidir və vətəni qorumaqla bağlı olan kəlmələrdir. Vətəni sevməklə bağlı olan məsələlərdir. Hər birini müəllimlər ilk növbədə öyrədir, sonra təhsil verirlər. Ən əsası olaraq demək istəyirəm ki, ümumiyyətlə insanlar cəmiyyətdə müəllim adının dəyərini bilməlidir. Necə ki, Ulu Ömərimiz Heydər Əliyev müəllimə əvəzsiz bir qiymət verib, müəllim adının bənzərsiz bir ad olduğunu, müəllim peşəsinin bənzərsiz bir peşə olduğunu qeyd edib. Allah ona da rəhmət eləsin, Ali Baş Komandanımız da bir müəllimdir, elə fürsətdən istifadə edib. Onun da bayramını təbrik edirik bir müəllim olaraq. Sizlərə də can sağlığı arzulayırıq.
bütün müəllimlərimizə, dünyadan köçən əziz müəllimlərimizin də Allah ruhunu şəhid eləsin. Qalan bütün ağsaqqal, ağbirçək, gənc, bütün müəllimlərimizin canı sağ olun. Təşəkkür edirəm. Sağ olun. Ayda müəllim, sizə bir şey Mən də bunu təşkil edən bütün heyətlərə öz təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib bütün müəllimlərin bayramı mübarək olsun deyirəm. Çox sağ olun. Var olasın. Buyurun müəllim. Bir şey sizə deyək. Teşekkür ederim. Müəllimlərə belə bir gündə təşəkkür saxladığınız üçün minnətdaram. Çox sağ olun. Buyurun müəllim. Mən də təbriklərə qoşuram. Quşları xanımı, öz adına, kollektivimiz adına təbrikləyirik. Bu şükrana da təşəkkür edirik. Müəllimlərin də ruhu şad olsun, bütün şəhidlərimizin. Buyurun müəllim. Teşekkür ederim. Sağ olun. Mən də öz növbəmdə təşəkkür ederim. Çox sağ olun. Buyurun. Çox sağ olun, minnətdarıq. Elə Vüsal qardaş, başda sənə. Allah bizim müəllimlərimizin can salamat eləsin, ölənlərə rəhmət eləsin. Qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət. Çox sağ olun. Təşəkkür. Buyurun müəllim. Müəllimlərə bizə dəyər verdiyinizə görə, bizə qiymət verdiyinizə görə təşəkkür edirik. Buyurun. Müəllimlər günü bizi yada saldığınız üçün çox sağ olun, təşəkkür edirik. Allah qazilərə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Haqqı boynumuzda olanları hər zaman yadda saxlamalıyıq və diqqət altında da olmalıdır. Çünki bugün şəhidlər başımızın tacı deyilirsə, ocaqlarını ziyarət etməliyik. Qazilərə hər zaman hörmətlə və ikramlarımızla, hərbiçilərimizlə Allah canı sağ olsun. Bugün haqqı boynumuzda olan müəllim və müəllimələr də var. Onların da yanında olmaq boynumuzun borcudur. Allah dünyasını dəyişən bu təhsil ocağında müəllim var, müəllimələr var, ruhlarını şad eləsin. Sinif rəhbəri Həmid müəllim də ruhunu Allah şad eləsin. Çünki mən də bu məktəbdə təhsil almışam. Və bir daha təşəkkür edirəm sizlərə. Allah canınızı sağ eləsin, Allah sizlərə ömür versin ki, siz də şagirdlər hazırlayasınız. Yəni sizin həqiqətən zəhmətiniz əzəl böyükdür. Ölkələrdən səslər gələn şagirdlər sizlərin zəhmətinizdir. İstəyərdim ki, elə oturub siz kəsərsiniz, yəni Ayda müəllim, Elşən müəllim. Kimlər istəyir? Kəssin biz də inşallah. Kəs. Allah bütün müəllimlərimizin canı sağ eləsin. Təbrik edirəm. Şəhidlərimizin canı sağ eləsin. Bizim dərdə köçən əziz müəllimlərimizin də ruhu şad eləsin. Sizlərin də canınız sağ eləsin. Bu təşkilatçılığı eləyən, sizi qarşılaşdırmaqla, bütün kimlər varsa ki, ürəyindən həmişə yaxşılıq keçir şəhidlərə, qazilərə, astərnatlı ailələrə, dövlətimizin yanındadırlar. Allah Teala da onların hər zaman yanında olsun və dövlətimiz də o insanların yanındadır ki, xalq üçün, cəmiyyət üçün, dövlət üçün çalışırlar. Təşəkkür edirik. Bugündən belə müəllimlər günü, doktor, həkimlər günü, hansı günlər olsa diqqət adını saxlayacaq, yanlarında olacaq. Və bir daha sizə təşəkkür edir, bir daha bayram günü mübarək olsun. Allah şəhidlərimizi, rəhmət qazilərimizə şəfa və ikramlarından sağ olsun. Var olsun. Allah canı sağ eləsin. Sağ olsun.